Çox deyirlər ki, dental implant qiymətləri çox müxtəlifdir. Bu implant qiymətləri nəyə görə formalaşır? Ümumiyyətlə dental implant özlüyündə bir dəyər deyil. Mən hər hansı birinizdən biri gəlsə, siz dental implant istəsəz, mən onun ən yaxşısını sizə versəm, o dental implant sizin əlinizdə, sizin evinizdə heç bir dəyər deyil. Bu dental implant o zaman dəyər olur ki, bu ağız boşluğunda olmayan dişin yerində düzgün istiqamətdə, düzgün pozisiyada çənə sümüyündə yerləşir və onun üzərində bir diş tacı yerləşir. Funksional və estetik. Bu zaman bu implant artıq dəyərə çevrilir və bu bir dəyər formalaşdırır. Bu dəyərin formalaşması üçün hansı bir implant sisteminin olmasının önəmi ən minimumdur. Belə deyək ki, müxtəlif dental implant sistemlərinin olmasına baxmayaraq, bunlar heç də qiyməti formalaşdırmır. Qiyməti formalaşdıran, bu dəyəri yaradan əməkdir. Yəni, nəticədə insan əməyi satılır. Bu cür desək daha dəqiq olar. Və bu əməyi formalaşdıran ən vacib şərt burada həkimin təcrübəsi, həkimin nəzəri bilikləri və həkimin xəstə ilə düzgün münasibəti nəticəsində formalaşır. Həkim öz əməyinə müəyyən dəyər verir və bu dəyəri pasientlərə satır və bunun nəticəsində implant qiyməti formalaşır.